Həzrəti Əlinin çox gözəl, mənim ən sevdiyim hədislərdən biridir. Həzrət buyurur ki, əgər bəndə, yəni insanlar Allahın rəhmətinin dəyərini bilsəydilər, yəni genişliyini bilsəydilər, heç vaxt naümid olmazdılar. Bir an olsun belə Allahın rəhmətindən ümidlərini üzməzdilər. Və davamında Həzrət buyurur ki, əgər bəndələr Allahın qəzəbinin, yəni Allahın qəzəb əzəmətinin, özünün əzəmətinin nə həddə olduğunu da bilsəydilər, bir an belə qəflət eləməzdilər, günah eləməzdilər. Əgər insan Allahın rəhmətini tanıyanda qəlbi naümid olmur, sınmır, əksinə hey ümid bəsləyir, hey müsbət enerjidə, hey daha da yaxşı işlər görməyə cəhd eləyir. Çünki bilir ki, hey üzərinə nur yığır. Etdiyi hər bir əməlin 5 qatını, 10 qatını eləyir. Çünki Allahın rəhmətindən naümid deyil. Bilir nə var, nə yox. Amma əksi də olanda, əgər Allahın da qəzəbini dərk eləyəndə, əslən günah eləmək nədir? İnsan əgər dərk eləsə Allahın qəzəbini, Allahın əzəmətini, günah eləmək nədir? İnsan günaha belə zehnindən keçirtmək istəməz ki, baxın bunların hamısı kimdə cəmləşib? Həzrət Rəsul-i Əkrəm, Həzrət Zəhra və 12 imamda ki, həqiqətən də onlar Allahın bütün sifətləri ilə tanıyırdılar. Allahı kamil şəkildə tanıyırdılar, dərk edirdilər. Yaradışlarının məqsədlərini dərk edirdilər ki, nəinki günah eləmək, hətta günaha düşünməzdilər.